Herkese salam dostlar, mən Demis Qazi. Bugün Age of Story 2 Kamrus 1.5.1 versiyonunda yeniden sizlerle birlikteyim. Dostlar, bugün Türkiye'nin ikinci bölümünü oynayacağız. Demək olar ki, kanalımızı yeni açdıq. İlk konsept oyun olarak tabii ki Age of Story oldu. Fəthet, yönət, tarix, coğrafya oyunu, strateji oyunu və xəritə üzərindən eləyəcəyimiz bir şeydi. Ölkəni yönetməkdi və bildiyiniz kimi ilk olarak Azerbaycanla başladık ve bu da ikinci seri olan ve ikinci bölüm olan Türkiye ile yeniden sizlerle birlikteyim. Yine de geçen bölüm ne etmiştik? Özelde geçecek. Gördüğünüz gibi ilk olarak böyle başladım ki diplomati seriyası beni yani ki ciddi reallığa esasen bir oyun oynayırıq tərzində və Türk ölkələri ilə əlaqələrimiz yaxşılandı. Yəni heç nəyə vurmadan Saudi Arabistan, müsəlman ölkələri ilə Avropa ve Amerika ile həmçinin Rusya'da geçen bölümde Ukrayna'ya girdi, planlarımızı suya batırdı. İlk önce alt yatırımlarımızı ettik, teknoloji, ekonomi ve nüfuz yatırımı ettik, Avropa seviyesine geldik, çatdıq. Suriye'ye güc verdik, dəstəklədik, ordularımızı bastıq, 3500 ordu, 3500 orduyla girdik YPG, PD güclerini yok ettik ve Suriye'ni artık 2028'e kadar normal bir seviyeye getirdik, çıkarttık. Yarısı kaldı. O yarısını da bu bölümde halledeceğiz dostlar. Ama ilk önce tabii ki yani Türkiye olarak hakikaten Yunanistan mı diyeyim, Rusya-Ukrayna münasebetlerimi artık Ukrayna'ya gitti. Yeni bir yol da burada açıldı. Sovyetler yarandı yeniden. Azerbaycanla Kafkazı yönetmək, İran mı diyeyim, Pakistanla müttəfiqlik mi diyeyim, Pakistanla Çeşmir alma planı diyeyim, Çin'den olan o Çin Asya yolu mu diyeyim, səfərləri mi diyeyim. Yani hakikaten Libya mı diyeyim, Yemen mi diyeyim, hakikaten çok uzun bir şey oldu. Türkiye oynamak için aparıcı rolda çıxış edir. Yani Orta Doğu'nun bu bölgede, bakın bu bölgenin aparıcı kral deyilən ölkəsi məncə də yəni ki, Türkiyə ilə birinci yerdə Türkiyədir. Çünki İran da fərqli bir strategiyadadır. Ona görə də biz Türkiyə olaraq həqiqətən hər yerə əl atmalıyıq. Yanımıza keçəyirik. Sonra da Azərbaycanla da təbii ki müttəfiqliyimizi imzaladıq. Sırada Pakistandır. Pakistanla aramız yaxşı olmalıdır. Və artıq 2028-2029 turlarımızı atlayalım dostlar. İlk önce tabii ki olarak Avropa ölkələri ilə də əlaqələrimizi geliştirmək lazımdır. Yəni reallığa əsasən oynayırıqsa onlarla əlaqələrimizi gelişdirək. İspaniya ilə də zaten əlaqələrimiz yaxşıdır. Rusiya ilə də həmçinin əlaqələrimizi gelişdirək. Azərbaycanla da bu arada güc verəcəyik ona da. İlk önce yəni torpaqlarımızın ən başında olan buranı bir götürək. İlk önce Letakaya bura ordu qoyaq ki dənizə çıxa bilməsinlər. Zaten təkcə ora çıxa bilir. Suriye, Bəşər Əsəd Suriye, sonra 1000 ədədlik ordu qoyacaq ki orada yaxşı çıxış edə bilsinlər. Çünki orada 1000 ədədli ordu çıxa bilməyəcəklər oradan. Yarısında belə 500 ədəd geri, daha doğrusu yarıya böləcəm və hər şey torpağa ordu gedəcək dostlar. İndi isə gördüğünüz gibi Suriye artık böyüyüb yavaş-yavaş diğer Suriye'ye daha çok baş tutabiləcək güclədir və artıq yavaştan savaşa başlaya bilərik deyə düşünürəm. Biraz keçsin. Biz de içəridə öz yatırımlarımızı eləyək. Dostlar, İngiltərə ilə bunlarla da əlaqələrimiz yaxşılaşır. Gördüğünüz gibi Fransa'da bir dənə qalıb. Fransa, İtalya, Almanya bu ölkələr də aralarımızı düzəldir. İlk öncü 5'li ölkələrindən biri və artıq savaşa başlayaq dostlar. Hazır yay aylardır. Suriye'nin bir dəqiqə savaş hazırlaş. Suriye 2 tur içərisində hazırlaş və bəli, çox güzel. Ən çox orduları onlar girəcək deyə düşünürəm. Türkiyə olaraq giririk. 500 ədəd ordu qoyaq ki, yerdən də heç bir həmlə eləyə bilməsinlər. Şam'a biraz çok orduyla girmək lazımdır. Bəli, biraz ordu itirdik, şəhid verdik, təəssüflər olsun. Ona görə də gerdəki ordunu da gətirirəm qabağa və bununla da Şam'a hücum eləyəcək dostlar. Əminəm ki, bəli, bunları özləri həll eləyəcək və çox güzel. Bura qədər. Sadəcə o ümumi 8468, 1585 biz Suriye 2500, 800, 2009 onlar ama çok itirdi ve tek bir torpağa kaldılar. Dostlar oranda niye alabilmirik? Neyse artık bir sonraki savaşta artık 3. dəfə olacaq. Biraz çok oldu. Buradaki ordularımızı da koyaq, həlak oldular hamısı. Burada artık öz necə deyim
başarısını öz diplomatik yollarla öz azadlığını bərpa etməyinə sadəcə çox az səmdə qalıb. Artıq yavaşdan öz ölkəmizə baxaq, iç yatırımlarımıza baxaq, biraz da normal oynayaq, yatırımlarımızı biraz gelişdirək. Dediyim kimi nüfuz artışımız yaxşıdır, nüfuz o qədər də pis deyil. İstanbul, Cəmzi. Ən yaxşısı biz yəni bu üç torpağa yatırım eləyək, hansı daha çox olsa bəli ki, İstanbul, Cəmzi, Ankara bunlara eləyərək 300 minə hədəfimiz var. 300 minə yaxınlaşaq, 300 minə çataq və bəli çox gözəl 300 min olduq. 16-cı sıradayıq. İndi ilk öncə Azərbaycanı təbii ki, düzləşdirəcəyik. Amma ondan da öncə həqiqətən yol çoxdur və burada çox qarışıq bir bu həqiqətən savaşa yazılmış Suriya, Tur içərisində və savaş. Çox gözəl. Oranı da Türkiyə olaraq aldıq. Oran daha doğrusu bəli. Çox gözəl. Və sonunda 2030 13 oktyabr, yəni 4-5 il içərisində yenidən öz yerinə gəldilər və buradan 1000 ədəd ordu göndərəcəyik ki, orada yəni gözəl bir şəkildə başçılıq eləsinlər orada. 1000 ədəd də buradan bir ədəd göndərirəm. Hətta 2000 ordu göndərirəm ki, gözəl bir şəkildə oranı yəni vasalımızda həm də ki rahatlığa əsasən oranı qorusunlar. Artıq videoda 7 dəqiqə gəlir. İlk öncə indi içimizə baxaq. Təbii ki, nüfuz olaraq yaxşıyıq, nüfuz olaraq, ekonomi olaraq ekonomimizi böyütməliyik. Yenə də aşağı düşdü. Yəni bu üç torpağı böyütməliyik, ənənəvi şəkildə bunları yüksəltməliyik dostlar. İstanbul 50 min ekonomiyə gəldi, çatdı. Həmçinin də 40 minə gəlib çatdı. Cəbzi çox gözəl. Gəlişmələrə baxanda gəlişməni sonra eləyərik. Binalar istihdam edilə bilir. Nüfus çox gözəldir. Yatırımlar eləyəcəyik. Amma ondan öncə bir texnoloji yatırım deyə düşünürəm. Çox qarışdı. Yəni hər tərəfə əl atmalıyıq. 2031 tez bir zamanda etməyi düşünürəm. Amma artıq bunun üçün də tez bir zamanda etməyi düşünürdüm. İsrail bu arada artıq oranda aldı və biz belə bir şey vardı deməmişdim. Amma İsraildə belə eventi də gətirim beynimizdə. Əgər İsrail Qazini alacaqsa biz də İsrailə qarşı savaş eləyəcəkdik və ona görə də İsraildən o torpağı almağı istəyirik dostlar. Onun üçün də İsrail üçün bir savaş deyə düşünürəm 2032. Biraz ordu basdıqdan sonra ora baxacağıq, amma ilk öncə indi Azərbaycana dönək. Azərbaycanda vəziyyət necədir? 350 min, 60 min yaxşıdır. Azərbaycanla düzləşdirək, Pakistanla aramızı düzəldək. Pakistanla aramız niyə belə pisləşir? Mənim heç bir fikrim yoxdur. Bəli dostlar, 8 ədəd gəlib, belə eləyək, bir ədəd səhvən ona getdi. Üretim gəliri 10, qalanda vergi gəlirinə verəcəyik. Onlar da demişdim keçən bölüm çoxaldı. Bəli, Türk ölkələri ilə həqiqətən də aramız çox gözəldir. Macaristanla da bizim biraz çoxalsaq yaxşı olar. Bu arada bəli, bunlarla da aralarımızı düzəldək. Vasallardan heç, yəni alsaq mı olar, almasaq mı olar. Ən pis vəziyyətimizdən belə daha az verdikləri pul çox gözəl. Suriyada böyle 200 min nüfuz, 50 min ekonomi çox gözəl. Azərbaycana baxdığımızda ekonomisi böyüyürmü? Baxaq, yatırımlarımızı eləyək Azərbaycana. Ekonomisi 61 min çox gözəl. Böyük pullar veririk. Oha! Bizə qarşı Avropadan gələn bir İsveç, Danimarka, yəni nə əlaqəsi var artıq siz mənlə? Barışın geçsin, yəni mənasızdır. Biri barışdı, biri barışmadı. Niyə? Deyəsən bağ oldu, yəni mən barışıram, bunlar barışmır. Hər nəysə, orduza gətirsələr artıq bizdə deyil, çünki oyunun bağı üzündən olacaq. Onlar da niyə ordu gətirsin bura qədər və barışdıq deyəsən. Niyə barışmırıq? Dostum, gərək illa ordu mu gətirim? Hər nəysə, Azərbaycanla yaxınlarımız edək. Artıq Ermənistan savaşı da başlamaq lazımdır. Ermənistan üçün bir savaş lazımdır. Ona görə də 2000 ordu basaraq operasyonumuzu gerçəkləşdirəcəyik. Dostlar, Azərbaycanla bu savaşa çağırırlar. Azərbaycan 3 tur içərisində savaş hazırlar. Yəni 1-2 həftə içərisində və savaş başlayır. İlk öncə Azərbaycan girsin ora. Bəli, çox gözəl bizdir bura. Girək 15 min. Oha! Orduya bax. Ermənistan hara qədər getdi. Maşallah, çox gözəl və Azərbaycan hər bütün torpaqları
alır və beləliklə Qafqazda artıq öz sözünü deməyə başlayır. Biz də ordularımızı göndərək Ankaraya. Bax gördünüz. Lənət gəlsin çox şeytan. Belə şey olar. Bak qardaş, barış birləşdirdik məni. Neyse, ordu basmış olduq. Bax, bu kimdir bizə savaş edir? Bax, Misir, niyə siz mənə qarşı savaş edirsiniz? Nə üçün? Yanı başımda. Hər neysə. Artıq Yunanistanla da əlaqələrimiz get-gedə pisləşir. Bizim Suriya ilə digərlərlə əlaqələrimiz əladır, super, maşallah. Onlara da düzbələk. Azərbaycandan bu etdiyi başarı üçün də yardımlarımızı əks etməyən 152.000 Gürcüstan planı düşünürəm. Həm bir tərəfdən Sukumi, artıq Rusların da bir tərəfdən həm Batumi bizdə olsa gözəl olar. Dənizə də çıxa bilərik. Azərbaycan üstündən dənizə çıxa bilər. Qalanla elə yarısını iki yerə bu torpaqları biz alsaq, buralarda Azərbaycan alsa çox gözəl bir səviyyəyə gələ bilərik. Dostlar, bu arada İranla da əlaqələrimizi yaxşılaşdıraq. Hər ehtimala qarşı sağlamazlıq vaxtıda imzalayaq ki, hər ehtimal nə olar, nə olmaz. İraqla aralarımız çox istəyən İraqlarımız. Baxaq. Oha! Hindistan. Çox pis. Qaçırtdım bunu. Qaçırtdım. Hindistan artıq həddini aşdı. Hindistan bizim qardaş ölkəmiz Pakistanın bütün torpaqlarını ələ keçirdi. Keşmiri bəhanə eləyərək və artıq onların eləyəcəyi son hədd idi. Artıq onları söyürəm. Onlarla ilişkilərimi pisləşdirirəm. Təəssüflər olsun. Ona görə də artıq biz də gücləşməliyik, güclü bir səviyyəyə gəlməliyik. Dostlar, ilk öncə texnolojimizi geliştirməliyik, ilk günlərdə görsənməliyik, 0.80-lik, hətta 1-ə qədər ilk bir biz ola bilərik, əslində biraz olmasaq, amma yaxşı bir səviyyəyə gəlib ölkəmizi gücləşdirmək və biraz da fəth etmək lazımdır. Amma reallığa əsasən hər yerə hücum etmək də normal deyil təbii ki. 87, 88, bu qutarana qədər yatırımı eləyəcəm. 89, hər halda qutarana qədər 90 olarıq biz. 89 və 90. Çox güzel. 90 olduqca dostlar. Və biraz daha yatırım eləsək 91 oluruq. Çox güzel. 91. 11 ədəd gəldi. İndi vergilərini 10 eləyirəm, yönetimi 10 eləyirəm. Ordu baxımında 10 eləyirəm. Bu ordu bizə lazım olacaq, ordunu yüzləşdirmək lazımdır. Azərbaycana elədiyimiz yatırımlar nəticəsində də çox gözəl bir səviyyəyə gəldi. Ermənistanı aldı və gördüyünüz kimi Pakistanla da təəssüflər olsun ki, çox gözəl olardı. Heyvansız şəkildə Hindistan Pakistanı aldı. Amma olsun, dostlar, Yunanistan həddini aşdı, bizimlə əlaqələrini pisləşdirir. Biz onlarla əlaqəmizi yaxşı etməyə çalışırıq. Bir tərəfdən də İsrail, təbii ki, artıq İsrail üçün də bir ordu göndərirəm. İlk öncə belə düşünək. İsrail həm qara yoldan, həm də dəniz yolundan hücum eləyə bilərəm. Dostlar, ilk öncə belə eləyək. 2800 200 ordu daha göndərirəm Antalyadan. 3000'lik ordu, 6000'lik ordu da. İndi ilk öncə səndən belə eləyək. Ultimatum göndər. Əyalətləri talep et. Bu torpağı mənə ver. Adam yoxsa sənin üçün pis olacaq. Tamam, o zaman savaşırıq. Səninlə 2037 iyun ayında savaş başladı dostlar. Mən sadəcə onlardan o torpağı istədim. Ona görə də ilk öncə buradan saldırıram o torpağı almaq üçün. Əslində çoxunda gözüm yoxdur təbii ki. Çox ordular gəldi. Biz ən yaxşısı Suriyanı da bu savaşa qataq. Biz həmçinin başqa kimlə savaşırıq? Türkiyə. Arnavutluk nə əlaqə? Arnavutluk qaldı. Daha burada onunla da savaşacağıq. Suriyanı bu savaşa dəvət edirəm. Dostlar, orduya çağır, Suriyə çabuk gəl. 1000 ordumuz qaldı, yoxsa bunlar bizi peçet edəcək. Tez gəl dostum, tez gəl. Evet, çox gözəl, super. Amma bütün torpaqlarını almağı düşünmürəm. Təbii ki, burada ne edəcəyik? Arnavutluq torpağı almayaq, ən yaxşısı İsrailə verək və İsraili vasalımız olaraq elan edək vasal. Savaş tazminatı niyə ala bilmirik? Savaş tazminatı aldı. Bir deyək. Dostlar, bu arada Suriyə getdi, Arnavutluğa da savaş ilan etdi və oraya hücum elədi. Biz isə
İndi ordumuzu göndərək Arnavutluğa. Niyə? Çünki biz oradakı bütün torpaqları İsraili vasallaşdırmaq üçün, yəni reallığa əsasən oynamalı düşünürəm. O qədər də İsraili əlimə keçirmək planım yoxdur. Burada eləsək, aldıq, çox güzel. Fərqli bir səviyyədə aldıq əslində. Yəni oranı ala bilərəm əslində, ancaq belə bir şey deyək. Necə deyim, əgər planımız tutarsa, İsraili vasallaşdıraq. Olur mu? İsraili vasallaşdıra bilirikmi? 22 xalqlarımız var. Bəli, İsraili vasallaşdırdıq. Arnavutluğu da vasallaşdırdıq. Niyə vasallaşdıra bilmirik? Savaş tazminatı. Bəli, Arnavutluğla vasallaşdırdıq. Yəni həqiqətən əlimizdə artıq bir tərəfdən də böyük güclər üçün, yəni əgər Rusiya aşağı inəcəksə ona qarşı falan belə kuklalarımızı yavaş-yavaş oluşdura bilərik deyə düşünürəm. İsrail isə buraxaq, yəni İsrail qalsın, yaşasın orada. Sadəcə o torpağı da alıram, o torpaq da bizim olsun. Dostlar, orada bir vasal quracağıq və bununla da barışdıq. Çox gözəl, çox mükəmməl, süper, həddindən artıq süper bir stratejiya uyguladıq. Sadəcə ordularımız qalmadı, şəhidlərimiz çoxdur, təəssüflər olsun. Amma olsun, buna dəydi həqiqətən də. Ordu basacağıq artıq. Biraz da belə bir yatırım edək. İndi burada biz nəyə quracağıq? Video biraz çox oldu. Burada biz necə edirlər onu? Bəli, bir vasalı sərbəst bırak. Bura bir ədəd mədəniyyət oluşdur. Daha doğrusu bir ədəd mədəniyyət seç. Filistin'i seçəcəyik. Dostlar, Filistin yoxdur. Pales. Burada var imiş, tam əlimin altında belə Fələstin dövləti oluştururuq. Özümüzə başkəndlər ayarla və bir vasalı sərbəst bırak. Dostlar, və beləliklə Türkiyə olaraq həm Suriya, həm Fələstin, həm İsrail, həm Kipr dövləti və həm də Arnavutluğu, Albaniyada doğrusu bu 1, 2, 3, 4, 5 ölkəni vasalımız halına gətirdik. Azərbaycanla da birləşdən müttəfiq və əlimiz belə yerlərə qədər ulaşır. Videonun 18-19 dəqiqəyə gəldi dostlar. Artıq bu videonu burada tutaraq və bir sonraki bölümdə görüşənədək like'larınızı, yorumlarınızı gözləyirəm. Abunə olsanız da sevinirəm dostlar. Sağ olun, salamat.